vuranda bax belə latda tutmuşam, oturmuşam aşağı, yəni elə vurub gicgahımdan da oturmuşam. Onun uşaqlardan gəliblər oradan, qoymayıblar da 3 dəfə məni vurdu. Salam əziz dostlar, hər vaxtınız xeyir. Sizin xahişinizi nəzərə alaraq keçmiş hərbi əsir Fərhad Fərhadovla bağlı daha bir video materialı təqdim edirik. Bu videoda da qəhrəmanımız keçmişdə əsir saxlandığı evdə başına gələn müsibəti hadisələrdən söz açacaq. Xatırladaq ki, görüntülər Fərhad Fərhadovun özü tərəfindən lentə alınıb, həvəskar çəkiliş olduğu üçün videonu tam ekran formatında təqdim edə bilmirik. Siz də tanıdığınız şəxslərin buna bənzər döyüş, əsirlik hekayələrini çəkib bizə göndərə və ya çəkilişi bizim aparmağımız üçün bizimlə əlaqə qura bilərsiniz. Bu arada videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bura mən qaldığım, əsirlikdə qaldığım evdir. Mən yatırdım burada. Burada kravat var idi, qoymuşdu. Reşotkalı, o reşotkanı sındırmışdım. Orada, burada var. Yəni, hətta kəsmə şeyindeydim. Baxırsınız, gəldim, siz inanmarsınız. Bu var, ha. Bunun svarkasını kəsmişəm belə. Yəni, mən buradan istəyirdim, müdaxilə eləyim. Yəni, ancaq Allahın özü bilən məsləhətdir. Gəlib tapmışam bu evi də, yəni dəhşətə gəlirəm. Uşaqlardan hər biri burada görsünüz. Divan var. Onlarda hamısı dəmir kravatı. Vay, dəmir kravat buradadır. Hə, həmin dəmir kravat bulaha. Uşaqlar, heç inanarsınız. Mən bunu görmürdüm. Girəndə pəncərəni görmüşəm deyinə, inanmıram. Yəni, bu dəmir kravatda yatırdıq. Yəni, hərə bir zürə yatırdıq. Bu otağı bizə vermişdilər. Belə deyək, heç zadı yox idi də. Ancaq kravatlar idi, yorğan döşək. Ondan biz burada, bu bir otaqda, bu divanda, bu divanı görürsünüz, bu divanda buradaydı ancaq, buradaydı. Məni burada döyüblər, bilirsən necə, armaturla. O birisi maşın şeydi, paltar tikən maşının şkafı da, bu şkaf bizim oturduğumuz, domino oynadığımız yerdir. Əlif idi. Əlif bizə bir fırıldaq gəlirdi. Yəni, Əlifi uda bilmirdik. Bu yer o yerdir. Yəni, siz inanmarsınız ki, mən bəlkə 2 saatdır, 3 saatdır axtarıram bir qardaşla bununla, cancigarla. Axır tapdım və təşəkkür eləyirəm. Mənim üçün bu bir həyatdır da. Mən deyirdim, gedim, əgər o ev sağ olsa, salamat olsa, mən elə yaşayacam. Bu mənim o filmdə də çəkildiyim yer var, ha. Burayla o şeydə 606 gün əsirlikdə və cəhənnəmdən qaçışdı filmində bura olubdu. Bu yerlər mənim olubdu ki, orada şəkil çəkilib. Siz baxsınız belə, hər bir şey eyni, adın kadnamı da durubdu yerində. Yəni, mən də burada toyuq-cüzə saxlayırdık biz. Bura verirdilər toyuğa, çörək verirdilər kifsimiş. Biz o kifsimişin üzünü sıyırırdık. Burada onu özümüz üzün verirdik kifsimişi toyuqlara. Özümüz bu yolda. Burada da bir erməni qonşularımız var idi. Bu evi böyüdüblər. Balaca bir ev idi. Yəni, bunları çox vaxt belə deyək də, bizə axrana kimi. Onlar 3 gün gedibdi Qala dərəsinə, hüzrə. Bilmirəm, bəlkə də bunlar... Bax, bu ev necə var? Bir dənə artırma görsünüz. Təzə kubiklər, onu artırıblar. Oğlanın adı bilmirəm, Ruslan idi, Rustam idi, nə idisə, yəni onlar. Ancaq bu pilləkən, tualet orada olmalıdır. Hə, o daha. O tualet yerindədir. İnanmarsınız, vay dədəm. Yəni, o tualet yer və yerində qalıbdı. Gör necə bilirəm ki, yəni heç baxmamışdan, görməmişdən deyirəm, bax, həyat budur da, görsün. Biz burada... Mənə gəliblər Şveysariyadan, orada deyiblər.
o ağaclıqda qaç yenə. Demişəm, yox, mən heç vaxt qaçmaram. Yəni bunlar bizi mən elə bilmişəm onların agenti yaddır ona hesaba. Yoxsa əgər biləydim, məni burada bu turba mənim axırıncı yaddaşım olub. Mən belə qucaqlamışam, məni elə verib erməni qızı. Bax bura. Gəl sən bunu əmoğlu çək bir dənə. Bax, məni daldan vurur. Vuranda bax belə lapda tutmuşam. Oturmuşam aşağı, yəni elə vurub gicgahımdan da. Oturmuşam. Onun uşaqlardan gəliblər oradan. Qoymayıblar da 3 dəfə məni vurdu. Ancaq bu yer, bu turba mənə bir yadigardır. Onların ikinci mərtəbəsi. Ancaq bu yer, bu turba mənə bir yadigardır. Onların ikinci mərtəbəsinə qalxacaq. Kitabxanalar var. O kitabxanadan o qədər kitab götürüb oxumuşam. İndi gedim görüm o kitabxana yerindədir yoxsa yox. Mənə bu ev doğmaca elə biləm anamın, atamın evi olubdu. Yəni o həddə tanıyıram. Yuxarıda da burada, bax bu yer kuxunadır. Kuxunaz. Bax bu yer kuxulu olmalıdır. Hələ yuxarı çıxmadım. Çıxacam onda görəcək. İndi ver mənə qardaş. Gedirəm çəkilişinə. Bax. Orada ev idi də, onlar sonradan elədilər. Burada da mən şey gizlətmişəm. O vaxtı Kəlbəcərdən çap oğurlayıb gətiriblər daşların arasında. Görüm tapa bilsəm, qılınc idi. Qədim qılınc bizim belə deyək də, bizim qədimdə olanlara aid. Bu yerdə gizlətmişəm, mən bilmirəm. İndi qalıb o yerdə qalmayıb. İndi qalxıram, mənə maraqlıdır. Niyə? Görüm mən aşıqqam. Burada mənə çıxardıblar. Bax bu yerdə üzüm yarpağı məcbur. Niyə? Mənə deyib ki, ayda var idi. Deyirdi ki, gəl bura, yuxarı gəldim. Ha, su axıdır, su yoxdur. Axıdan yoxdur. Deyirəm, ayda yoxdur da. Deyir, korsan sən. Mənə söküb daldan deyir ki, yox, sən korsan, görmürsən. Bax, mən doğrudan da bax buna. Bax, buradan gedirəm, Kuxuniyə gedirəm. Pramo heç yerə getməyəcəm. Gözü yumulu, bilirəm ki, Kuxuna hardan. Mənə də deyib, hardan su axıdır. Bax, gəlmişəm. Bax, bura hamon tualetlə işim yoxdur. Bax, bura Kuxuna olub. Bax, baba ora məni soxub, ay kişinin olub. O turba yoxdur. Ora soxub ki, deyib su axıdır. Deyirəm ki, ayda axıtmır axı. Deyir, korsan sən, sən görmürsən hesab. Bax, niyə? Mənə şodör idi ki, deyək ki, oradan su axıdır. O başqa bir şey istəyirdi. Həmin Kuxuna mebelləri görürsünüz. Allah'ın olsun, necə var? Elə də qalıbdır. Siz bu inanmarsınız, bu nağıldır da. Mən desəm ki, bax, hələ bura girməmiş, mən sizə deyirdim ki, girəcəm Kuxunaya, göstərirəm əlimlə də. Bax, girmişəm Kuxunada. Burada gedəcək, bunların kitabxanası var. Bir kitabxana ki, o kitabxanaya mən girib o qədər kitab götürüb oxumuşam. Yəni, bax, burada olub o kitabxana. Bax, burada. Bax, burada olubdur. Bax, bunun heç zar yoxdur ya. Siz inanmarsınız. Burada ola bilər sonradan. Bax, bura kitabxana idi. Bütöv kitabxana idi. Azərbaycan ədəbiyyatı. Mən burada Əzzə Cəfərzadənin haqqında oxumuşam. Buradakı götürdüyüm kitablardan oxumuşam. İndi deyən qoy baxım yenə bəlkə yerində bir balaca səhvliyim var. Yox. Elə özüdür ki var. Elə oraydı. Yəni nəyə görə mən ora promo getdim? Yerim bilirdim. Bunları sonradan yəqin ki o qaça-qaç olub, hamını yığılıb qohum əqrəbə bir yerə.
onda bunlar gəliblər, bunlara məskunlaşıblar. Hə, bura heç. Bura onların elə bil, bəlkə də burada da var idi kitabxana. Görürsünüz, kitab rəfləri. Ancaq şkaf var idi, nə qədər. Nə qədər. Şkaf özdə mən orada sınavını götürdüm. Hə, elə bura olub, nəyə görə ki, mən baxıram, yazı, kitablar, yadlar hamısı burada olub. Hətta onların görürsünüz, şeylər də. Bu İsa Məsihinin vərəqləri də olubdu, görürsünüz. Məryəmin, inanmazsınız. Yəni, Allah bunlara nəhlət eləsin. Yəni, o cürə yerlər, gözəllik yerlər var, yaşamaq istəməyiblər. Bu, mən deyim, bu ev, Rantik var idi, Aydənin əri. Arslanmayan Qarni Qurqeneviçin yeznəsi idi. Onun evidir. Bir dəqiqə. Qardaşım, bax, baxın, bu əvvəl metal yad yox idi. Bunlar burada yeyib içən vaxtı, baba, burada stolları var idi, bu mizdir, daha həmin miz durur, stol durur. Burada qoymuşdular, qonağı gəldi, yeyib içməyə, onda biz fikirləşdik ki, bizim qaçmaq vaxtımızdır. O çəndə durur hələ, o çəni, deşiyi yadı var idi, onu düzdüm, qoşdum, yəni evə su vermək üçün də onların zapas suları idi. Bunlar hamısı yerində qalıb da, yəni fikirləşsin, bir dənə əlavə olunan burada. O məni çıxardırdılar ki, üzüm şelinin üstünə yarpaq yığmaq üçün. Və mənə döyüldüm də onun üstündə, yaxşıca döyüldüm. Yəni, bu da görürsünüz, həmin kuxunanın kanalizasiyasıdır, hamamın tualeti və kuxunanın. Buradan onun Aydənin yoldaşı, Aydə məni orada çırpanda ağacına gəlib baxdı, qayıtdı. Mən də gördüm də, yıxılan vaxtı. Vay dədəm var Allah. Dedim, bu qədər nakişi olasa, mən Aydəyə dedim, Aydə sən qadın olmasın, mən səni burada neyilərəm onu mən bilərəm. Buraları düzəldiblər. Buralar yox idi. Bu evə giriş yox idi buradan. Bu pilləkənlə üzü aşağı düşürdü. Buraların hamısı, bu metlaq ki var, təzədən düzəlmədi. Ancaq bu köhnədən qalmadı. Necə var? O qalıbdı. Ondan gəldim mən, o gizlətdiyim yer ki var, buraydı. Buranın açarını vermişdilər mənə. Burada Azərbaycanın Kəlbəcərindən talan eləyib gətirmişdilər. Qoy görün mən işığı yandıra bilsəm, görərdim. Yox, belə görə bilmirəm. Ola bilməz, gərək bu stolu yadı çəkək. Yəni, buranın işığı lazımdır, deyən. Bu mizin o tərəfindədir nə varsa. Mən gizlətdiklərim. Onu da soxmuşam, burada deşiklər var.
inanmıram. Yəni gərək video çəkəsəm, bir gün gəlmək lazımdır ki, yəni bizim tarixi əşyalarımız idi də, tarixdən Kəlbəcərin muzeyindən oğurlanılmış şeylərdir. Mən istərdim ki, onu geri qaytarılsın.